Sabah biz ofislə gedirik gəzməyə rayona. Onun için de küçük bir hazırlıq görəcəm. Bir günlük gedirik. Onun için de küçük bir hazırlıq görəcəm. Duşumu aldım oje. Baxım da elədim. Sadəcə qaşlarımı səliqəyə salacağım. Geyimlərimi ütüləməliyəm və özümlə yanıma nə götürəcəmsə onları çantaya yığacağım. Ondan sonra da yatacağım. Səhər tez altdan oyanmalıyam yuxudan. Salam kızlar, yeni videoma hoş gelmişsiniz. Salamsız başlamak istemedim video, ona göre burada sesimi kestim ve yeniden üstten yazma elədim ki size salam verim, izleyicilerime salam verim. Geyim haqqında məlumat verirdim burada. Bu çantanı götürdüm, balaca bir de bu çantanı götürdüm makyaj üçün. Burada baxım məhsullar daha çox, belə dezodorant. Makyajı çıxarmaq üçün son dibində bu. Keş balaca qabım olaydı, yoxdur təəssüf ki, onun içine doldurardım bunu, neyse. Ondan sonra belə ətir götürdüm. Bu da bitsin. Ümidvarım biter. Ondan sonra bu nemləndiricini götürdüm. Bu yüngül və çox yaxşıdır. Güneş kremi də baxaq. Benim olmazsa olmazım bu. Çox gözəldir bu. Bunu götürdük. Sonra bir dənə daraq. Kocaman bir daraq. Üzüyümə gəlib elə. Hediyə gəlmişdi məhsul alanda. Üzərində bu. Var içində xeylaq. 2 dənə rezin, belə xırda rezinlər, dərman, dadaq qələmi, ondan sonra daş alan, bir də bunlar, belə. Bu indi makyaj çantamı da göstərim nə götürdüm deyə. Küçük Kiko çantam var, bunun içərisinə yığdım. Bir dənə bu pomada, Misha'nın, Apio'nun daha doğrusu, Misha yox, Apio brendinin belə tint pomadası. Sonra mənim olmazsa olmaz yani ağ tenim var, onu götürdüm. Golden Rose'un bitecek. Böyle bağlamışım ki tökülmesin diye. Böyle NYX'ten glossum var. Ondan sonra böyle bir tane tuş. L'Oreal'ın. Ondan sonra Fit Me kapatıcı. Qara qələm. Maybelline böyle pomada. 177 çok güzel nude'du bu arada. Yine NYX'in böyle tananisini götürdüm. Clio'nun Cushion tanannisi, Revolution'un highlighter'ı, NYX'in enliği, ondan sonra son 3 məhsul, bir dənə sponge, bronzer, Apion'un yine. Bir dənə də belə bir tel, ya sürtərəm ya sürtmərəm. İndi gedib fırçalarımı götürəcəm. Yürlüsdən belə bir tel, fırçaları da götürüm. Burada da musiqi sədaları altında yolumuza gedirik. Bir makyajıma baxıram, check-up edirəm. Sonra da sizə bir öpücük göndərirəm. Ümumiyyətlə bu tip yollar o qədər mənim xoşuma gəlir ki, insanı ayrıca bir sakitləşdirir həqiqətən də. Hər yer yaşıllıq, ağaçlar falan, yəni həqiqətən möhtəşəmdir. Bizim gəzintimiz Quba-Qusar gəzintisidir. İlk Qubaya gəldik. Burada Şahəsərə gedirik səhər yeməyi üçün və bu yollara heyran qaldım. Çox qəşəng idi. Özəlliklə də dağ mənzərəsi. Şahəsərinə. Səhər yeməyimiz tam gəlməmişdi, amma özəlliklə də bal qaymaq o qədər dadlıydı ki burada. Biz gedən ərəfədə Quba yağıntılıydı. Zaten havadan da belli olur, rütubətlidir deyə və az da dumanlı idi. Amma həqiqətən çox gözəl idi. Lap məni köhnələrə apardı. Uşaq vaxtı rayona, kəndə getdiyimdə həmişə yağıntılı olardı. Hər zaman, yəni bu hər zaman belə olub da. Həmişə yağıntılı olub mən gedəndə. Məni lap o günlərə apardı. Yağışın altında oturardım, nə bilim, durmazdım, ıslanardım, oynayardım. Uşaqlığım yadıma düşdü. Ona görə mən rayonu ayrılıqda sevirəm.
Ayrıca sevirəm rayonları, yaşıllığı, kəndi. Rayondakı evimizin yanında da çay var idi. Yağıntılı vaxtlarda onun da səsi yüksək gələrdi. Buradakı çay mənə lap onu xatırlatdı. Nostalji yaşatdı mənə. Mağazaya lazım şeylər alaq. İndi də gedirik piknikə. Gəlmişik marketə lazımlı şeyləri almağa. Götürdük bunu. Salut. Aslında bu yaxşı deyil. Ne deyirsiniz duza? Yox, necə dedim, duzu Gənd. yerdə. Söz qalxına falan. Yox, qıqalı belə şey yoxdur. Əl. İstiyor. Kebaplar için böyle bir şeyler. Bir de salut duz. Yok salut değilmiş. Russol. Russol. Ləzgi dilimizi de inkişaf ettirdikten sonra indi yağ seçimine geldik. Ki hansını götürək kebab eləyəndə o sos kimi hazırlamağa. Axırda birisine qərar verdi. Elə onu da götürdük. Hə, bunu da deyim. Biz artıq Qusara gəldik. Gəlmişik piknik yerinə. Menyumuzda kuzu kebabı, saç, samavar çayı en önemli olan. Ondan sonra ev yapımı komportlar var idi. Bir de çoban salatı var idi. Piknik için ise belə bir yere geldik. Alttan koyursan. Kırmızı danışamadı. Semaver çayı. Var sənlik. İşine gör ya od var, bütün kiçiklikdən yanacaq yanmaqla. Bu yanda bak. Ha? İneklerimiz de qonaq olub bizə. Gəliblər bura. Bu toyalarda olan. Kebabımız Burada da var. hazırdır, bəli. Bəli. Komfortlarımız belə. Salat, saç hanı? Saç. Arkada. Ha, bu da mənim özümün bişirdiyi saç. Bəli. Mən bişirdim bunu. Sacımızdır belə. Tam hazır pişmiş halda. Aşağıya. Bu da bizim samovar çayımız. Cansın. Sen ne yapsın? Sen de Samovarımız yoxa çıxdı. Bir şey. Ha, oradadır. Ben saklıyor Rikşat. Çox bədbəxt hadisə nəticəsində bu hala düşdü. Kəlləbəyin travması Ta oradan gəldi. Belə yarıldı. Bizdə neysə yeyirik əsas odur. Qarpız. Pikniğimizin sonuna geldik. Gün də batdı. Gözləyirik hamına gedək. Qalacağımız yerə. Geldik Paqqusara. Burada qalasıyıq gecə. Sakit, güzel bir yerdi burada. Belə. Cottage Whisper. Size buranı da gezdireyim. Bu belə ümumi oturma otağıdır. Ondan sonra bu da mənim qalacağım otaqdır. İş yoldaşımla pəncərə tərəfi seçdim. Həmən qaça-qaça o dağlar mənzərəsindən yuxudan durum deyə. Bu da diğer otaqdır. Bu da belə cüt kravatdır. Bu da oranın VC'siydi. Belə təmiz, qəşəng. Gidiyoruz spa'ya. Üstüne gidip yerleşerdik. İspa'ya geldik. İspa'ya geldik. Bu da bunun düşürdü. İdman zalıdır. Təəssüf ki ayakkabı olmazmış. Neyse gedirik biz spa'ya. Buradan çıktık. Tadını çıkardık spa'nın. Şimdi gidiyoruz otağımıza. Belə. Karanlıqda tam düşmür. Buranın necə ışıqlarını yandırmayıblar ki? Ekonomiya eləyirlər. Akşam da çay süfrəsi üçün Şahdağa gəlmişdik. Burada çaylarımızı içdik.
İndi mənə deyin görüm, səhəri bu mənzərə ilə açsan, insanda stres, dərd qalarmı? Təbii ki də yox. Bu mənzərənin gözəlliyi şaka mı? Gedirik səhər yeməyinə. Dünən piknik eləyəndə üstüm, başım bütün toz olmuşdu. His olmuşdu daha doğrusu. Mən də gecə gəldim, yudum şalvarımı. Qurumadı şalvar. Neynədimsə, nəm giyindim. Bütün soyuğu alıb gedəcəm Bakıya. Özdə təzə sağalmışdım. Neysə. Səhər yeməyi götürdüm. Yerlər hələ gəlməyib. Bizim qaldığımız kotecdə 6 nəfərlik Whisper belə. Hansı kesinlikle ofiste gidiyoruz? Gəldik Şahdağa. Kostra. Böyle bir şeydi. Bak. Buradan belə düşəsik düz aşağı. Değil, kabağı eleyelim, sonra. İçeri yakın kalın. Darıkma sizde olacak. Bak telefonlardan Burada da artıq roller coasterə mindik. Gedirik. Birdən-birə bunun sürətlənməsi var ki, məni məndən aldı həqiqətən də. İndidən üzürlü sayın, çünki arada qışqıracağam. Heyecandan, qorxudan. Belə fərqli hiss etdirir insana həqiqətən də. Gözün gelsinler. Getdik! Bye. Telefonum getməsin əldən. İn buraya. Все, kurtarın. Hadi ben saklamıyor. Gözüme su kaçtı ye. Hadi beni saklayıp sarada. Burada da bir yandan telefonu tutmaya çalışıram, bir yandan mənzərəyə baxmaya çalışıram. Ki arada ağlıma gəlir ki, ya bu şey qopsa ne olacak, kırılsa ne olacak. Bir yandan iş yoldaşıma deyirəm, yavaşlat, yavaşlat. Ayağını incitmirəm ki, sıxacam arada. Ha. Elim yoruldu. Elim gücden düştü ya o şey. Xatirə qalsın. Niye yavaşlıyordun? Ne koymuşsun? İçine Ha. Bir de bak o boz şey görürsen başka şey kimi, ev kimi. Aha. Bak o yolda böyle düşürsen. Hem de bazısında. Qalxırıq. Gəldik bura.
zayıf işlerdi bu. Qusarda ranço diyen bir yer var. Ora geldi yemeğe. Burada da belə ev heyvanları, ondan sonra balıqlar, at sürmək istəyirsənsə və yaxud da ki belə suda gəmi tipli şey sürmək istəyirsənsə, ATV sürmək istəyirsənsə ideal bir yerdir. Burada da balaca bir at var idi. Hər yerdə gəzirdi. Çok vakti mənim dovşan var idi. Ben de öldü. Aşkına bakın karıştı niye? Bunların şirinliğine bak. Çok şirinsiz axı. Yani albino at var. Çok geçen görünür. Burada da artıq ATV-ni sürürük. Ondan sonra da Bakıya gedəsiyik. Videonun sonuna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.